Fevralın 13-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Allah rəhmət eləsin. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən video çarx nümayiş olunub. Tədbirdə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP İdarə Heyətinin üzvü Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruç, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir dövlətçilik tariximizin dönüş nöqtəsi olduğu bildirilib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə önəmli nailiyyətlərə imza ataraq ümumxalq etimadı qazanıb. Çıxışlarda Azərbaycanın ərazi bütövlüyü və mütləq suverenliyinin bərpasının tarixi əhəmiyyəti xüsusi vurğulanaraq, qazanılan nailiyyətlərin əsasında milli maraqlara söykənən məqsədyönlü siyasətin və xalq iqtidar birliyinin dayandığı qeyd edilib. Daha sonra partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman verilib. YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub. Sonda bədii hissə təqdim olunub.